Qubada hava limanı. Xeyr, bu təyyarə nə hava limanı üçün gətirilib, nə də Qubada qəzaya düşüb. Bəli, bu təyyarəni görənlərin ilk reaksiyası adətən eyni olur. Bu təyyarə bura necə gəlib? Elə bu sualın özü də hekayənin başlanğıcıdır. Bu təyyarə illər əvvəl bir ideyanın, biraz da xəyalın nəticəsi kimi Quba rayonu Gələdüz kəndinə gətirilib. Məqsəd sadə, amma çox fərqli idi. İstismardan çıxmış bir sərnişin təyyarəsini qeyri-adi bir məkana çevirmək, yəni təyyarə restoranını yaratmaq. Belə ki, Gələdüz kənd sakini Natiq bəy öz kəndində təyyarə restoranı açmaq niyyəti ilə Rusiya istehsalı olan istifadəyə yararsız Tu-134B markalı təyyarənin gövdə hissəsini Qubaya gətirib. Təyyarənin restoran kimi istifadə olunması nəzərdə tutulan hissənin uzunluğu 17,5 metr, ağırlığı isə 8 tondur. Təyyarə restoranının ümumi görünüşünü tamamlamaq üçün digər hissələri, qanadlar da bu əraziyə gətirilib, əsas gövdəyə birləşdirilməli idi. Bu təyyarə restoran ideyası vaxtilə təkcə yerli xəbərlərdə yox, həmçinin xaricdə də diqqət çəkib. Amma çox təəssüflər olsun ki, bu plan müəyyən bir səbəblərdən baş tutmadı. Təyyarənin gövdəsi hələ də oradadır. Sanki taleyinin necə olacağını gözləyir. Daha maraqlı videoları izləmək üçün kanala abunə olmağı unutmayın. Sağ olun dostlar, gələn görüşlərə dək.